Bugün keçirik nəyi? Zərfi. İlk öncə bizə baxanların hər kəsin salamlayırıq. Kanalımıza abunə olsunlar, bəyənib paylaşsınlar. Kimə faydalıdırsa öz ətrafı ilə bölüşsün. Uşaqlar, zərfi biz niyə birinci keçirik? Çünki biz feildən öncə ona görə zərfi keçirik ki, biz feilin təsriflənməyən formaları biz bilirik ki, feilin təsriflənməyən formalarında məsdər, feil sifət də, feil bağlama da hər biri iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Feil bağlama da həm zərfin, həm də feilin xüsusiyyətini daşıyır. Ona görə təsriflənməyən formalarda, siz artıq keçən il keçmişsiniz, siz bunu ilkin olaraq tanış deyilsiniz. Əsas məsələlər deyəcəm zərfdə sizə. Yəni biz ona görə zərfi birinci keçirik ki, biz feilin təsriflənməyən formalarında, yəni feil bağlamada da əsas gözümüzü döyməyək, zərfi bilməliyik. Uşaqlar, zərflə ilkin olaraq zərflə zərfliyi qarışdırmayın. Zərf nitq hissəsidir, zərflik cümlə üzvüdür. Yəni, siz zərflə zərfliyi qarışdırırsınızsa indidən, belə deyim də, işiniz qalıb Allaha. Geç. Mütləq şəkildə siz bilməlisiniz ki, zərf əsas nitq hissələrindən biridir, zərflik isə cümlə üzvüdür. Yəni, zərflik zərflə də ifadə oluna bilər, zərflik isimlə də ifadə oluna bilər və s. Amma zərf nədir? Zərf nitq hissəsidir. Uşaqlar, zərfin tərifində biz nə deyirik? Zərf əsasən hərəkətin tərzini, zamanını, yerini və bir də nəyini, miqdarını bildirən əsas nitq hissəsidir. Deməli, zərf nə ilə əlaqəli olacaq? Hərəkətlə bağlı olur, bəli, bağlı olur. Bəzən uşaqlar elə bu belə deyək də, qaydadan yola çıxaraq yanlışlığa yol verirlər. Niyə? Çünki elə mütləq şəkildə zərfliyə, daha doğrusu hərəkətə aiddir deyə bir şey yoxdur. Əsasən hərəkətə aiddir. Məsələn, belə bir cümlə yazıram. Dünən soyuq idi. Necə idi? Soyuq idi. Nə zaman? Dünən. Uşaqlar, burada dünən nədir? Zaman zərfidir, eləmi? Zaman zərfliyidir vəzifəsidir. Soyuq da sifətdir. İndi burada zərf nəyə aid olub? Sifətə aid. Elə deməli, həmişə hərəkətə aid olmur da. Bəzən sifətə də aid ola bilir. Və yaxud da bunu, məsələn, bunu hərəkətə aid eləsək, dünən kəndə getdim, nə etdim? Getdim, nə zaman? Dünən. Görürəm, burada hərəkətə aiddir. Burada isə nə aiddir? Sifətə aiddir. Kənd zərflikdir, amma nitq hissəsi baxımından isimdir. Yəni, sintaktik təhlil edici zərflikdir, amma nitq hissəsi, biz hələ nitq hissəsi keçirik, cümlə üzvü keçmirik ki. Nitq hissəsi baxımından isə nədir? İsimdir, bəli, zərflik vəzifəsində. Yerlik halda olan isim zərflik vəzifəsində, zərfliyi vəzifəsində çıxış edir. Aydın oldu, yəni zərf əsasən hərəkətə aid olur, bəzən də sifətə aid ola bilir. Başa düşürsünüz? Deməli, zərfin mənazı növü quruluşça növündə nəsə qaranlıq var. Yəni, sözün quruluşça növünü keçmişik, digər nitq hissənin, zərfin də eyni qaydadadır da, quruluşça növü. Sadə, düzəltmə, mürəkkəb. İndi gəlin biz nəyə keçək? Zərfin mənaza növü. Baxın, zərflə zərflikdə də fərq var. Təbii ki, mənaza növündə. Yenə də deyirəm, biri zərf nitq hissəsidir, zərflik cümlə üzvüdür. Zərfin mənaza 4 növ var. Zərfliyin isə mənaza neçə növ var? 6 növ var. Yəni, məqsəd zərfliyi və səbəb zərfliyi var. Məqsəd zərfi, səbəb zərfi deyə bir şey yoxdur. Deməli, zərfin mənaca növləri. Mənaca hansı növ var? Birinci, tərzi, hərəkət, zərfi. Bunun haqqında danışaq. Uşaqlar, bu izafət tərkibi deyirlər də buna. Yəni, hərəkətin tərzini bildirir də. Tərzi nədir? Nə formada icra olunub? Necə, nə cür, o formada icra olunduğunu bildirir də. Tərzi hərəkət, zərfi, qaça-qaça feili bağlamaq. Məsələn, cəlb, danışmaq. Bu danışmaq hərəkət deyilmi? Cəlb bunun nə edib? İzah edib də, nə tərzdə danışıb, nə formada danışıb? Cəlb danışıb. Aydındır. Və yaxud da ki, sürətlə getmək. Necə getmək? Nə cür getmək, bir də nə tərzdə getmək. Baxın, burada tərz hərəkət zərfində necə, nə cür, bir də nə tərzdə.
Bu sual zardan tanış gəlir, bu birinci, ikinci sual. Hansı? Bəli, sifətdə var. Orada da bir dənə hansı var. Yəni, bir dənə hansı orada fərqli sual var. Orada isə nə tərzdə hansı sual var. Sən bu suala, sözə sual verəndə zərf olana, necə sual ver, nə cür sual ver, ən əsası ver nəyi? Nə tərzdə sualın ver? Yəni, necə danışmaq, nə cür danışmaq, ən vacibi nədir? Hansı danışmaq demək olar? Demək, hansına cavab verməsi nədir bu? Mütləq şəkildə zərfdir. Aydın oldu, təzəqə zərfi nə oldu? Hərəkətin, adı üzərindədir də, hərəkətin tərzini bildirir. Sonra ikinci hansıdır? Zaman zərfi. Bəli, zaman, Nə vaxt, nə zaman? zərfi, nə vaxt, nə zaman, haçan. Zaman zərfi hansıdır? Məsələn, bugün, dünən, Axşam, səhər, həmişə, axşam, səhər və s. Hərəkətin zamanını bildirir. Yəni, zaman adı üzərindədir, zaman, nə zaman icra olunduğunu bildirir. Yəni, bayaq deyildir, burada mütləq şəkildə hərəkət, burada da zaman bildirir. Amma nə aiddir? Sifət aid. Yenə də zaman məfhumu bildirir də. Üçüncü, yer zərfi. Yer zərfi. Ən yaralı bax yerimiz buradır. Yəni, sizin yaralı yerinizi. Yer zərfi uşaqlar. Yer, məkan bildirən isimlərdən bunu qarışdırmayın. Sizdən nə istəyir? Yer zərfini istəyir, zərfini istəmir ki. Yer zərfi hansıdır? Ora, bura, irəli, geri, sağa, sola, ora, bura defislərə yazıla bilər. Ora, bura, üzü yuxarı, üzü aşağı və s. Aydın oldu? Yəni, səndən yer zərfini istəyir. Şagird isə nə ayırır? Bax, buradakı cümlə var ha. Harada, haraya getdim daha doğrusu, harayanı görən kimi götürür yer zərfi. Bu yer zərfliyidir. Nitqi səs baxımından nədir? İsimdir. Amma belə bir cümlə olsa, oraya getdim. Bəli, getdim haraya. Yer zərfliyidir. Nitqi səs baxımından nədir? Yer zərfidir. Amma bu da yer zərfliyidir. Nitqi səs baxımından nədir? İsimdir. Yəni, məkan bildirən isimlərlə yer zərfini qarışdırmıyor. Aydın oldu. Dördüncü hansıdır? Miqdar, miqdar və yaxud da kəmiyyət. Kəmiyyət. Deməli, miqdar zərfində uşaqlar, məsələn, tutaq ki, xeyli, hərəkətin miqdarını bildirir. Bir qədər, çox, tamamilə oxudum, nə qədər? Bəli, ola bilər. Çox və s. Məsələn, tutaq ki, xeyli getdim. Getdiyin hərəkət. Tamamilə, deməli, düzəltmə əlbəttə. Deməli, xeyli getdim. Nə qədər getdim? Getdiyin hərəkətin, icra etdiyin hərəkətin miqdarını bildirdi. Bu qədər. Yəni, mənaca növündə nəsə qaranlıq qalır. Mən əsas məsələmi, keçən ilə bunu keçmişik də sizə. Testdə də kifayət qədər uğurlu olub. Əsas məsələ nədir? Zərf və digər nitqisələrin ortaq olan sözlər, zərfin cümlədə rolu. Ən vacib məsələ. Bir də, bax, bu yer zərfi ilə yer məkan anlayışı bildirənlər qarışdırmıyor. Məkan biz bilirik ki, sizə ismi keçən nə dedik? Hara sualına cavab verən isimlər hansılar idi? Məkan anlayışı bildirənlərdə bunu gətirib yer zərfi ilə eyniləşdirməyək. O başqa anlayışdır. O nitqi səs baxımından isimdir. Yer zərfi suallar. Əlbəttə. Hara, haraya, daha doğrusu hara ismi haraya, harada, haradan. Burada yer zərfi sualı. Hara olanda isimdir. Hə, indi onu deyəcəm də necə? Yer zərfi, o mübtədada da var hara sualı. Yer zərfində də var. Yəni, burada necə fərqləndirəcəyik? Qəşəng oğlan. Birinci sən nitq hissəsinə bax. İkinci də bax. Burada əslində mübtəda zərflik məsələsidir. Amma da toxunmuşuq deyirəm. Deyirəm ki, ora mənzərəlidir. Mənzərəlidir. Yəni, bu sintaksin mövzudur. Bax, mənzərəlidir. Hara, ora. Eləmi? Mübtəda vəzifəsindədir, yer zərfidir. Bir də deyirəm, ora, getdim. Getdim. Hara getdim? Bir dənə də haraya sualı ver. Haraya getdim, deyə bilirsən. Yəni, hara ilə bərabər, haraya sualını verirsənsə, yer zərfliyidir. Zərfliyidir. Bir tək hara sualına cavab verirsən, yəni, bütün anlarda nitqi səs baxımından yer zərfidir. Amma cümlə üzvü baxımından, yəni, sən sual verdin deyə izah edirəm. Cümlə üzvü baxımından isə bu mübtədadır, bu da yer zərfliyidir. Aydındır bura?
İndi keçən uşaqlar, zərf və quruluş növü haqqında da deyə bilərik təbii ki. Sadə düzəltmə mürəkkəb, yəni bu vaxtımızı çox almasın. Biz zərflə ortaq olan, yəni zərf və digər nitq hissələrindən ortaq olanlara baxaq. Böyle biraz zəif silir. Çəkir, Vüqar. Yaxşı. Xeyr. Hələ elə zərfi keçdim. Mən zərfi dedim. Hə. Zərflikdə isə 6-dır. Yəni səbəb deyirəm, məqsəd zərfliyi var, amma səbəb məqsəd zərfi yoxdur. Baxın, zərflə ortaq, zərf və daha doğrusu digər nitq hissələrindən. Zərf və digər nitq hissələri, belə qısa yazılır. Baxın, birinci başlayaq nə? İsim, bir də nə olan? Zərf olan. Zərf olan. İsim və zərf olan. Biz bilirik ki, axşam, səhər, nə bilim, gecə, gündüz və s. Bu tipli sözlər həm zərf olur, zaman zərf olur, həm də isim olur. Bax, bunu yadınızda saxlayın. Əgər bu tipli sözlər cümlədən nə sualına cavab verirsə, isim. Nə zaman sualına cavab verirsə, zaman zərfidir. İsim və zaman zərfi olur. Yenə deyirəm, əgər cümlə daxilində bu sözlər nə sualına cavab verirsə, isim, nə zaman sualına cavab verirsə, zaman zərfi. Nümunəyə baxın. Məsələn, axşam düşdü. Düşdü. Nə etdi? Düşdü, yəni gecənin gündüzün qaralmasına söhbət, gecə gəlməz. Nə düşdü? Burada nə sualına cavab verdi? Deməli, axşam nədir burada? İsim. Bir də deyirəm ki, axşam futbol oynayağın. Nəyə deyim? Oynayağın. Nəyi futbolu? Nə zaman? Axşam. Nə zaman sualına cavab verdi? Deməli, zaman zərfidir. Aydındır. Deməli, bu sözlər, yəni səhərdə qoya bilərsən, yəni fərqi yox. Nə söz sualına cavab verəndə isim, nə zaman olanda zərf olacaq. İkinci, sifət, fiilus, zərf olanlar. Sonra sifət, fiilus, zərf, məsələn, yaxşı, doğru, evə doğru, hara doğru. Yox, o şeydir, qoşmadır, səbir ol. Doğru. Sonra səliqəli və s. çoxdur bu tipli sözlər. Baxın, bu tipli sözlər əşyaya aiddirsə, olacaq nə? Sifət. Hərəkətə aiddirsə, yəni hərəkəti izah edirsə, zərf olacaq, tərzdə hərəkət zərf olacaq, hərəkətə aiddirsə. Əşyaya aiddirsə olacaq nə? Sifət. Və eyni zamanda bayaq dediyim suallar. Sifətdə hansı sualı? Tərz hərəkətdə nə? Tərzdə sualını unutmayın. Məsələn, deyirəm, yaxşı, uşaq, yaxşı, oxuyar. Nə edir, oxuyar, hansı? İki dənə eyni şey cümlədə işlətdim də. Nə edir, oxuyar, kim? Uşaq. Hansı uşaq? Necə uşaq? Nəcür uşaq? Hansı uşaq da cavab verdi? Deməli, burada nədir? Sifət. Eyni zamanda yaxşı burada uşaq isminə aiddir. Necə oxuyar? Yaxşı. Nəcür oxuyar? Yaxşı. Nə tərzdə oxuyar? Yaxşı. Burada da yaxşı nə aiddir? Oxumağa aiddir. Və yaxud da ki, deyirəm, səliqəli geyim. Hansı geyim? Necə geyim? Necə geyim? Hansı geyim? Sifət. Çünki geyim isminə aiddir. Bir də var deyirəm, bunu səliqəli, geyinmək. Geyinmək feil. Bəli, nə tərzdə geyinmək? Burada isə geyinmək feilin aid olduğu, zərf feili aid olduğuna görə tərzi, hərəkət, zərfi olacaq. Üçüncü, say, fiilus, zərf. Bax, xeyli, çox, bir qədər,
Məsələn, qədər. adam, o Bəli. Yəni əşya say nəyi bildirirdi? Keçmişik də. Əşyanın miqdarını bildirir. Miqdar zərfi nəyi bildirir? Daha doğrusu, hədə miqdar zərfi nəyi bildirir? Hərəkətin miqdarında. Məsələn, tutaq ki, xeyli adam saydı, əşya nə qədər adam? Bir də xeyli danışmaq isə danışmaq. Burada nədir? Bəli, miqdar zərfidir. Aydın. Xeyli oxumaq da əlbəttə. Oxumaq şeydir, məslərdir, hərəkətdir. Xeyli də onun miqdarını bildirdiyinə görə nədir? Miqdar zərfidir. Sonra dördüncü nə olar? Qoşma, plus zərf olanlar. Hansılardır? Əvvəl, yox, əvvəl, sonra, yox, o deməli, əvvəl, sonra, bayaq dedik ki, bunlara baxaq elə, yadımıza düşən, əvvəl, məsələn, ümumiyyətlə qoşma nə idi? Qoşma qoşulduğu sözlə birlikdə də, bu sözə qoşulmadı. Məsələn, deyirəm, əvvəl mən gəldim. Nə etdim gəldim, nə zaman? Əvvəl. Heç bir sözə qoşulmayıb ki. Müstəqil hərəkətin zamanını bildirə bildi. Amma bunu belə işlətsəm, səndən əvvəl mən gəldim. Nə zaman mən gəldim? Sən burada ümumiyyətlə əvvəl sonra çıxışlı qala qoşulur da. Burada çıxışlı qala sözə qoşuldu. Deməli buradakı əvvəl nədir? Qoşma. Qoşma müstəqil işlənə bilər. Və adı üzərində də qoşulduğu sözlə birlikdə işlənəcək də. Müstəqil işlənməsi qeyri-mümkündür. Aydındır? Sonra başqa hansılar qaldı? Necə? Səndən əvvəl qoşma olardı. Səndən əvvəl çünki sözə qoşulub qoşma mənasında. Necə? Zərfli kimi işarədir. Sözlə birlikdə zaman zərflidir də. Zərflik kimi işarədir. Zərf kimi işarə mümkün. Zərflik kimidir. Aydındır? Başqa burada nələr qaldı? Testdə sizə qarşısına çıxan. Baxacaq, səbirli olun. Say zərf dedik, zərf, bir də zərf ədat. Bunu da deyim, bəzən testlərdə olur. Zərf plus ədat. Bunlar hansıdır? Yalnız, bir də uşaqlar, təkcə. Bunlar məhdudlaşdırıcı ədat ola bilir. Bir də zərf, məsələn, deyir ki, evə yalnız getdi, yəni tək getdi də. Getdim. Nə etdim, nə tərzdə? Bir də deyirəm ki, yalnız sənə inanıram. Sənə inanıram. Uşaqlar məhdudlaşdırır da, başqa heç kimə inanmır. Bir dənə səni götürür. Nə deyir? Yalnız sənə inandım. Burada yalnız nə olacaq? Ədatda çıxartdan sənə inandım. Bir nəsə dəyişir. Və yaxud da ki, bunun yerinə təkcə də qoya bilərsən. Təkcə sənə inandım. Bircə sənə inandım, bəli. Bunlar deməli ədat mənasındadır. Amma təkcə necə deyirəm ki, yarışa təkcə qatıldım. Burada zərf. Aydındır. Deməli, burada məhdudlaşdırıcı mənasında ədatlı təbii ki, ədat heç bir suala cavab verməyəcək. Çünki qrammatik, yalnız qrammatik mənası var. Cümlə üzvü kimi də götürməyəcəm. Amma yalnız və təkcə isə deməli, tərz-hərəkət zərfi kimi necə, nə cür, nə tərzdə suallarını birinə cavab vermiş olacaq. Aydındır zərfdə digər nitq hissəsi olanlar. Sonra uşaqlar, bir də zərfin sintaktik vəzifəsi, yəni hansı cümlə, ümumiyyətlə uşaqlar, belə bir şey deyim də. Zərf əsasən hansı cümlə üzvü olacaq sizcə? Yox, cümlə üzvü, mübtəda, xəbər, tamamlıq, təyin, zərflik. Zərfin əsas vəzifəsi nədir? Zərf, deyirəm, cümlə üzvü olacaq, zərflik olacaq da əsasən. Zərfin sintaktik vəzifəsi. Zərfi keçmirik. Yəni, hansı cümlə üzvü olur, zərf ona baxırıq. Əsasən nə olacaq? Birinci, zərflik. Əsasən zərflik olacaq. Çünki hərəkətin miqdarını bildirəndə, hərəkətin zamanını bildirəndə, hərəkətin yerini, hərəkətin tərzini bildirəndə olacaq miqdar zərfliyi, tərz-hərəkət zərfliyi, yer zərfliyi və yaxud da ki, kəmiyyət zərfliyi.
Deməli, əsasən zərfli vəzifəsində, məsələn, tutaq ki, nümunələrlə deyim, uşaq oraya getdi. Ora yer zərfidir, eləmi? Getdi, kim? Uşaq. Hara getdi, haraya getdi, ora. Ora yer zərfidir, cümlə üzvü kimi də nədir? Yer zərflidir. Yəni, zərfli. Uşaqlar, zərf bütün cümlə üzvü ola bilər, tək zərflik olmur. Zərf, məsələn, bəzən isimləşib təyin vəzifəsində çıxış edə bilir. Necə? Məsələn, təyin vəzifəsində bu təyin. Deyirəm, aşağı məhəllədə yaşayır. Nə edir? Kim? O harada? Məhəllədə. Hansı məhəllədə aşağı? Aşağı hansı nitq hissəsidir? İndi dedik ki, irəli, geri, aşağı, yuxarı hansı nitq hissəsidir? Yer zərfidir də. İndi nə vəzifəsindədir? Təyin vəzifəsindədir. Mübtəda kimi çıxış edə bilər. Təbii ki, çıxış eləmir ki. Üçüncü, mübtəda. Məsələn, deyirəm, yuxarılar qərar verdilər. Qərar verdilər, bəli, isimləşib, verdilər ki, yuxarılar mübtəda vəzifəsində çıxış edə bilər. Və bunu təbii ki, tamamlığa da sala bilərik. Tamamlıq. Necə? Deyirəm ki, yuxarıları dəstəklədik. Dəstəklədik kimi? Yuxarıları. Kimi? Haranı yox. Kimi? Yuxarıları. Beşinci hansıdır? Xəbər vəzifəsində də çıxış edə bilir. Sayacaq. Məsələn, tutaq ki, evimiz aşağıdadır. Nə bilim, iclas sabahdır, nə zamandır, aşağıdadır, nə evimiz. Futbol dünən idi, nə zaman idi, dünən idi. Zaman zərfi xəbər vəzifəsindədir. Bütün cümlə vəzifəsində çıxış edə bilir. Aşağı zərfdir. Məhəllə zərflikdir, nitq hissəsi baxımından için. Yəni, yenə bana dediyim məsələdə qarışdırırsınız üyə. Yer zərfliyi ilə yer mənası bildirən isimləri qarışdırmayın. Eyni şey deyil. Tamamilə fərqli nitq hissəsidir. Məsələn, tutaq ki, şəhərə getdik. Sonra da deyirəm ki, yuxarı çıxdıq. Getdik haraya? Şəhərə. Çıxdıq haraya? Yuxarı. Eyni sualdır. Amma bu isimdir, nitq hissəsi baxımından. Yer zərfliyidir. Bu isə yer zərfidir, həm də yer zərfliyidir. Qarışdırmayın, qəti surətdə qarışdırmayın. Aydın oldu? Yaxşı. Başqa burada bir şey yoxdur. Cümlə üzvündə dedik, sualın dedik, hər bir şeyin dedik. İndi uşaqlar, gəlin, silə bilərsən. Bir dəqiqə bizim hissə toplumuz. Biraz neçə dəqiqədir? 15 dəqiqə var. Dərsimizi demirəm şeydir. Feildən sonra etdir. Neçənci səhvədə də? 163. 163? Feil çoxdur. 163. 2 başlıqdır, böyle əşkal üstünədir. Yaxşı. Birincidən nə deyir? Deyir ki, zərfin quruluş növləri, zərfin mənacı bu başlıqda baxalım. Hansı söz zərf deyil? Bax, bunu işlədəndə fiilin yanında işlə söz daha bəlidir, məntiqlə. Yanbayan oturmaq, deyə bilərəm, üzbəyiz gəlmək, taybadal açıldı, dalbadal getmək, qaçaqaç isə nədir? Baxın, bir dənə də bir şey deyin də, belə yadınızda saxlayın, məntiqlə də. Yadınızda saxlayın, ba-bə ilə, ba-siki ilə düzələnlər zərfdir. A-ə ilə düzələnlər isə, görürsən burada nə var? Yan, yan. Ba-ba var ortada, ba var. Üz, bə var,
tay bağ var, dal bağ var. Bunlar bağda ilə düzəlir, demək zərfdir. A ilə düzələnlər nədir? İsim. Ən məntiqdir. Həm də sual da verərək tapa bilərsin. Hansı cümlədə zərf işlənmişdir? Biz dayanmadan işləyirdik. Öyle biri də çıxdı, niyə ikini çıxırsan? Dayanmadan fe'l bağlama. Fe'l bağlamadır, əlbəttə, səndən zərfi istəyir də. Biri çıxar, çünki nədir? İşləyirdik ki, biz nətəzdə işləyirdik. Nətəzdə sualını verə bilirsən, o verdiyin suallara zərfin yox, fe'li bağlamanın zərflik vəzifəsində çıxış etdiyi sual. Biri çıxmalısan sən mütləq şəkildə. Biri çıx. İkiyə gedir. Akif kişi gülə-gülə nəvəsinə baxdı, bəli, gülə-gülə də fe'li bağlamadır. Getməliyəm, bağlamam var. Mən şəhərə getməliyəm. Ümumiyyətlə burada mən əvəzlik, şəhər için getməliyəm fe'l. İşi dərhal həll olunur, iş dərhal. Bəli, dərhal var burada. Sən bugün çox yorulmusan, bir də bugün var. Cavab olacaq 4-5 C variantı. Mən çətin bildim. Keçək onda biraz bir 30-cu suala. 30-da nə deyir? 30-dan biraz oyuna çətin olur daha çox. Hansı cümlədə sadə zərf var? Cəmaat yavaş-yavaş dağılışırdı. Yavaş-yavaş necədir? Sadə. Mürəkkəb. Mürəkkəb. Qapını ehtiyatla örtdüm. Ehtiyatla. Anar axşam işləyir, qazandığı pulu yığırdı. Akşamlar. Ne zaman işləyirdi? Öyle cavabım da olacaq C variantı. Getdiyim tədbirdə bu mövzuda yeni sözündən yenidən düzəltmə. Bu işlə bağlı bizimlə təklikdə danışmırdı. Nə tərzdə danışmırdı? Təkdən təklik, təklikdən də təklikdə. Cavab olacaq deməli C variantı. Burada bir fikir deyim, sonra davam eləyək. Bəzən uşaqlar zərf və qoşmada ilə qoşmasının qısaldılmış olması nədir? Lalə. Bunda la üstü 2-də zərf düzəldən şəkilçisi də var. Bunu qarışdırmayın. Bunu belə olanda nə ilə, kim ilə sualın verir? Qəbul edirsə deməli oradakı lalə qoşmadır. Nə tərzdə sualına cavab verirsə, bax tutaq ki deyirəm, qələmlə yazdım. Ne yazdı? Bir də var deyirəm ki, həvəslə oxudum. Buradakı eyni şəkilci deyil. Yazdım nəyi, yazını, nə ilə yazdım? Nə ilə. Buradakı lalə nədir? Qoşmadır. Burada isə oxudum, nə tərzdə oxudum? Burada isə lalə zərf düzəldən leksik, şəkilçi olur. Davam edək. 31-də nədir? Dan şəkilçisi əvəzlikdən zərf düzəldib. Hansı cümlədə dan şəkilçisi əvəzlikdən zərf düzəldib? Təpənin üstündə, çox getmədik. Təpənin üstündə çıxıb ucadan qışqırdım. Uşaqlara, təbii ki burada uşaqlar nə vaxtdan bizi gözləyirlər? Birdən ağlıma qəribə fikir gəldi. Səni hərdən, öz hər bitim, bəli, hərdən düzəlir, cavab olacaq D variantı. 32-də nə deyir? İzah edeyim mən onu. Öyle. Taksi sürücüsü zərfdə yaxınlaşıb barmağı və ifanı göstərdi. O da müəllim zərf. Zərfin mənaca növü. Bəli, bax burada bir səncə, uşaq bəzən çaşıb qalır nə? Elə bilir ki, zərf mütləq şəkildə feilin bölümündə gəlməli də bala. Biz işlənsinə burada zərf yaxınlaşır da, yəni bizə aid deyil ama zərf burada yaxınlaşmağa aiddir. Barmaq ilə yuxarını göstərdi, bir dənə yuxarı var. Deməli, nə var burada? Hərəkətlə yer zərfi. Sonra, cinayətkar işlənmişdir deyir də. Tərz hərəkət yer var da. Cinayətkar dəstənin üzvləri zorla, bəli, zorla düşürlər. Zorla aşağı demir ki, zorla düşməkdən söhbət gedir də burada. Bir də aşağı düşməkdən söhbət gedir. Yerlə tərz hərəkət cavab var. Yuxarıdakı hərdən nəzər olur. Hansı bu? Hərdən ondan soruşan, nə zaman? Zərf bəli. Zaman zərf. Bəli. Sual verdi, hərdən nə zaman? Sonra. 40 müəllim. De o 31 yesində zərf var idi. 31-in yesində bizdən sonra heç kim danışmadı. Yox, danışmadı kim, heç kim. Nə zaman? Bizdən sonra. Çünki burada sonra sözü bizdən sözündən sonra gəlir. Həm də çıxışlı qalı qoşma olduğuna görə, yəni çıxışlı qalı sözdən sonra gəldi. Ona qoşulub zaman zərfli idi, zərf deyil. Məsələn, 39-cu suala baxaq uşaqlar. Hansı cümlədə düzəltmə zərfin yazılışı səhv verilmişdir?
Düzəltmə zərfin yazışı. Dahiyanə. O dahiyanə fikirlər söylədi. Döyüşçülər cəsarət ilə hücuma keçdilər. Cəsarət ilə deyil. Cəsarətlə, bəli. Cəsarət ilə deyil. Onda gərək döyüşçülər cəsarət ilətsə, bu cəsarət böyük hərfinə yazılar. Bu adam adı olan. Yəni bir dənə döyüşçülər cəsarətlə adam ilə gedirlər, kim ilə. Amma burada cəsarət kişi ilə yazılır. Cəsarətlə də, cəsarət isimdən cəsarətlə zərfi düzəlir. Yəni ona görə ilə deyil, lalədir orada. Sonra 40-cı sual. 40-da nə deyir? Sağ ol. 40-da nə deyir? Zəng vurulandan sonra da xeyli oturdu, yazı işlərini diqqətlə yoxladım. Bəli, bax burada baxın. Sonra burada sizi çaşdıracaq. Zəng vurulandan sonra da xeyli oturdu. Bəli, sonra burada şeydir. Qoşmadır. Çünki çıxışlı qalandan sonra gəlib. Xeyli oturdun, hərəkətin bildirir, kəmiyyət. Yazı işlərini diqqətlə yoxladım. Deməli, kəmiyyət, təzərkət, C variantı. Zərfi keçirik, zərflik yox. Bir şey beyninizdə salın, zərf nitq hissəsidir. Biz hələ nitq hissəsi keçirik. Sual sizi çaşdırmasın. Sonra, Başqa sual. məsələn, 41 də maraqlı sualdır, 42 daha doğrusu. 41-ə baxdı yoxsa? Mən baxmadım. Hə, 41. Nə deyir? İzah edin gəl bura. Gəl izah edə. Mən 41-də açandan açandan sonra var. Bu da qoşmadır. Yavaşca, necədir tərzdə, tərcərəkən səhvidir. İçəriyə boyanda da mənim içəri haraya? İçəridən Yeri, cavab var. Bəli, baxın. Qapını açandan sonra burada çıxılı qalan qoşulduğuna görə qoşmadır. Yavaşca boylanıb, nə tərzdə boylanıb, içəri boylanıb yer, salamlaşdı və oğlunun xəbər aldı, başqası yoxdur. Tərcərəkət, yer. Nədir? Tərkibində kəmiyyət zərfi olan cümləni müəyyən edin. Kəmiyyət zərfi olan bu aşdan doyuncayı, uşaqlar, kəmiyyət zərfi olan az danışmaq insanın bəzəyi. Azdan sonra şey gəlir. Bəli, nə tərzdəyir doyuncayı, kəmiyyət zərfi işlənən cümlə, azlıq tərkibində kəmiyyət zərfi. Azlıq bəli isimdir, çoxluğa tabidir. Sevil bu barədə çoxdan zaman, buradan düzəlir, xeyr meyvə. Az danışmaq insanın bəzəyidir. Nə qədər? Yox, indi az danışmaq birlikdədir. Sonra, biraz açıq tipli suallara gedək. Məsələn, 71-dən. Gəl, sənə olur. Gəl. Sən sonra sənə gələrsən. Kesin mən oxuya, buranı görsənmir. Nəyi görsənmir, niyə? Təzərkət zərfi... O çölbəsinin məhəbbətlə süzdür, necə bir təzət süzdür, bunu götürür. Aşağı, indi nə ilə sözü demək olar? Nə ilə? Yox, mümkün deyil, məhəbbətlə. Məhəbbət gülərək feil bağlamadır. Hava gözlənmədən, o da feil bağlamadır. Məhrəba qonşusu ilə dilozu salmışır. Məhbari, anlatsın. Hərdən bir bizə gəlib. Bəli, nə zaman hərdən bir. 1-4-5. Bəli. Yaxşı, sən gəl görüm. 72-də gör nə deyir? Əli daha sən al. Düzəltmə zərf şəmiş dünyanı Hə, düzəltmə zərf deyir. Düzəltmə zərf. Hamı qəsddən də, sarı zərfdir. Yox, ümumiyyətlə zərf deyil. Aşağılar, bir dənə sizə bir şey deyim. Əgər burada belə bir şey olsa, çox qəşəng yerə toxunduq. Yox, zərf deyil. Bura, bəli, isimdir. Bir dənə bunu tutaq, tut bunu. Burada məsələn, səbir ol. Ay, sağ ol. Orada sən dediyin qəsdən deyil. Deyirəm ki, qəsdən oxumur. Gözlə burada bir dənədir də, qəsdən, daha doğrusu leksik. Bir də deyirəm ki, qəsdən 3 gün keçmişdir. Burada qəsd ölümündən üstə. Gör sənə bax bu sualda da nə deyir? Deyir ki, danışırdı da, ölümdən danışır. Qəsd ismindən bu çıxışlı qaldı. Çaşdırma özü. Getdi o. Fərəngiz danışırlar, patos mən bu mürəkkəbdir, mən bu da gedir. Feil bağlamadan da. Qocalar yanaşı oxuyur, yanaşı oxuyur, bunu götürəcək, 3 götürəcək. Əzablara mərdliklə sinə gəlirkən bunu da götürəcək. Mən bunları indi öyrənmişim, mən burada sadə Tamam. Yəni, yenə deyirəm, bax burada qəsdən sözü bu formada düşünün. Qəsd başqa, qəsd sözü başqa. Qəsd başqadır. Yəni, qəsd bilirsən necədir? Qəsd ölümdür. Canla qəsd etmə, ölmə mənası. Ağlayayım. Nəyi? Neçə dəqiqədir? 4 dəqiqə. Yaxşı. Başqa sual olan var? Oldu. Görüşərik növbəti dərslərdə.